Hər birinizə salam, kanalıma və tema bağlaması açılışı videoma xoş gəlmişsiniz. Bu videonu da apreldə çəkmişəm. Gec olsa da paylaşmaq istədim. Bir neçə məhsul aldım. İlk olaraq altılı tıraş bıçağı aldım. Bunları çox bəyənirəm. Daha sonra 4 fərqli rəngdə olan qulaqçıq dəsti götürdüm. Atam qulaqçığı istəmişdi. Mən də ucuz olduğu üçün bu dördlü seti götürdüm ki, özüm də istifadə edim. İkisini mən, ikisini də atam istifadə edir. Bir cəmi 1 manata düşür, amma hələ ki normal işləyirlər. Heç birində problem çıxmayıb. Sonra yenə üz yuma qolbaqları aldım. Bunları çox bəyənirəm. Qara rənglisini istəyirdim. 2 dəst aldım, amma fərqli satçılardan almışam və ölçüsünə baxmadığım üçün ölçüləri fərqlidir. Biri rahat oldu biləyimə, amma digəri mənə kiçikdir. Videoda da görünür. Dar olanı hədiyyə verəcəm. Görüntü olaraq məncə çox qəşəngdirlər. Sonra özüm üçün sadə ağ tişört götürdüm. Ağ və sadə tişörtləri çox sevirəm. Videonun sonunda üstümdə geyinib göstərəcəm. Maraqlıdırsa, videoya axıra qədər baxa bilərsiniz. Daha sonra belə tünd mavi rəngdə tişört götürdüm. Anam üçün özü seçib, o xoşlayır belə uzun və rəngli tişörtləri. Mənim çox tərcim deyil amma. Digərləri L-dir, bu isə XL-dir. Biraz böyükdür, üstündə oversize durur. Sonra yenə anam üçün çəhrayı rəngdə belə bir tişört götürdüm. Üstündə həm yazısı, həm də baskısı var. Mən sadə tişörtləri daha çox sevirəm. Bunları da üstümdə göstərəcəm yenə videonun sonunda. Bir də yenə anam özü üçün sadə krem rəngində, adını tam olaraq bilmirəm nədir, qısa qollu üst geyimim deyərdim götürüb. Yazda uzun qollu köynəklərin üstünə geyinmək üçün uyğundur. O şəkildə geyinir anam. Aldıqlarım bunlardır. Zəhmət olmasa videomu bəyənin, mənə dəstək olmaq və kanalımın böyüməyi üçün. Nəticədə sizdən heç bir şey getmir, amma mənim üçün çox önəmlidir. Bu çəhrayı tişörtün üstündə duruşudur. Məncə mənə yaraşdı, ölçüsü də uyğundur. Bu isə mavi tişörtdür. Biraz daha bol durdu, ölçüsü böyük olduğu üçün. Mən özümə yaraşdırmadım, amma anama daha çox yaraşdı. Bu isə ağ tişörtün üstümdə duruşudur. Bunun duruşunu bəyəndim. Ölçüsü filan tam istədiyim kimidir, amma iç göstərir. Burada çox bəlli olmur, amma canlıda daha çox bilinir. Bu isə anamın üst geyiminin mənim əlimdə duruşudur. Bunu da bəyəndim. Belə sadə tişört və ya köynəklərin üstünə geyinmək olur. Hələlik kanalıma dəstək olub videomu bəyənməyi unutmayın zəhmət olmasa.